Baş sponsor Lake City Yaşayış Kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka Şirniyyat məhsulları. Herkese salam olsun. Yeniden mən ləzzət axtarışındayım. Bizə yazırlar ki, niyə Bakı ətrafı rayonlara gəlmirsiniz? Elə bilirsiniz ki, bizim mətbəximiz zəifdir. Məsələn, Bakıya yaxın olan rayonlarımızdan biri Siyəzən rayonu. Siyəzən rayonunun Böyük Həmiyə kəndinə çağırıb bizi dostlar. Bilirsiniz də orada bozbaş, sonra balıq yeməkləri daha məşhurdur. Hətta onlar deyirlər ki, bizdə də balıqdan bir neçə növ yeməklər hazırlanır. Məsələn, balığın buğulaması, ondan sonra balıq kotleti, kababı, balıq dolması və sair bir neçə növlər. Və biz də bugün elə qərara gəldik ki, Ləzzət Axtarışı komandası olaraq gedirik Siyəzənin Böyük Həmiyə kəndinə. Və həmişəki kimi baş sponsorumuzun məkanından çıxırıq yola. Baş sponsorumuz 2 prospektin kəsikməsində yerləşən göl mənzərəli Lake City'dən çıxırıq yola və sponsorlarımız Qənaətin Məkanı, Oba Marketlər şəbəkəsi və dadlı ləzzətli Çayka şirniyyatlarının sponsorluğu ilə gedirik Böyük Həmiyə kəndinə. Getdik. Bura haradır? Böyük Həmiyə kəndi. Böyük Həmiyə kəndidir bura. Salam abi. Salam. Salam abi. Salam necəsən, nə var? Yaxşı. Keyfin, hə? Televizyon çəkirsiniz? Səni televizorda göstərəcəklər. Tamam. Mənə bax, istəmirsən səni televizorda göstərsinlər? Göstərsinlər. İstəyirsən? Hə. Ay, kişi adamsan. Böyük Həmiyə kəndində bu qaqaşları tanıyın. Nədir adın? Mahir. Adın? Orxan. Mahir. Mahir, nə yeyirsən belə? Çox şey. Yolda uşaqlarla görüşdüm. Uşaqların içərisində bir də mənim kimi yeyən var. Mahir, Siyəzənin bu Həmiyə kəndinin maraqlı nə yeməyi var? Kebab. Yox, tabi bura dəniz yaxındır, qəşəng balıq olar. Hə? Aş. Sən nə yeyirsən belə? Dolma. Küftə. Xaş. Vay, canavar səni! Nə dolma, bir başqa bir yerə hamısı. Buranın dolması məşhurdur. Balıq məşhurdur burada. Səndən məşhurdur. Mən artıq Məndən balığı məşhurdur. Hamısını yeyirəm özün sən. Ay, dolma səndən məşhurdur ya. Sən də yersən bizdən yeməyə? Sən də yersən? Gəlin. Ha, bu yemək adı eşitdir, gəlir arxamıza. Hala, sür. Sür, bunlar gəlirlər dalımıza, sür. Gəldik, çıxdıq Siyəzənin Böyük Həmiyə kəndinə. Fərqli qarşılama hazırlayıblar bizim üçün. Özüm də o qədər çox sevinirəm belə qarşılamalarda. Burada balaca uşaqlar var. Nağara ilə qarşılayırlar məni. Getdik. Ay maşallah. Nə qədər adam var həyətdə. Ay maşallah. Salam əleykum. Necəsiz? Keyfin əhvalı? Salam əleykum. Azərbaycandan necəsiz? Keyfin əhvalı? Salam. Vay. Eşq olsun dayıma. Eşq olsun. Necəsiz? Çox sağ olun. Keyfiniz əhvalınız. Yaxşısınız inşallah. Salam əleykum. Necəsiz? Yaxşısınız. Ay maşallah. Nə qədər adam var burada. Salam əleykum. Salam əleykum. Bu Sənə bizim işığı toplaşmışıq da. Ha, Sən can. bilmirsən. Can. Sənə işığı toplaşmışıq. öpürəm səni. Çünki Müşfiq müəllimi biz səhnədə görəndə
Aha. o qədər şənlənir, o qədər o məzəri sözlərini, o tanış sözlərindən deyirsən ki, adama ləzzət verir. Bugün Zərbalı kişinin evindəydi. Zərbalı Hacı Zərbalı. Hacı Zərbalı kişi. Bəli. Sizsiz. Bu. Aha, siz əmoğlusunuz. Amma oğluyuq, bəli. Aha, müəllim bəs Budamızdır. budadır. Hacı Ha, Hacı dözüdü, Hacı Hacı. Yusuf. Aha, bugün Hacı sizin həyətdə idi ha. Hoş gelmişsiniz. Allah sizin canınızı sağ Allah eləsin, sizi əzəl var eləsin. olasınız. Sahib Bəs bu gəlmisiniz. uşaqlar bu haran tələbələridirlər? Bunlar bizim Siyəzən məktəbinin musiqi Yetirmələr. məktəbinin yetirmələridir. Yetirmələridirlər. Bəli. Aman maşallah olsun. Bunları qohumlar, qonşular. Burada kənar yoxdur, özümüzünkilər də elə. Nəvələr nəticələr? Elə bir yenə gün uçuruz yenə göyərçinləri soyarıq. Ha, valla mən gələndə bu yol boyu Siyəzənə girdik, yolda bir dənə adam görmədik. Sən demə hamı buraya yığışıbmış. hamı buradaymış. Nə qəşəng qız bu. Sən də nəvələrdən sən nəticə olarsan. Nəticədir, maşallah. Onda nəticə varsa nəsil böyüdür. Kötücə də var yoxsa olacaq? Olacaq inşallah. İnşallah. Xoş gördük sizin hamınızı. Vay, bibi sən nə desən? Sağ ol, sağ ol. Keyfi Hoş rəfalı. gəlmisiniz. Həmişə çatdıqlara gələsiniz, yaxşı Sağ ol. yerlərə gələsiniz. Biz sizlə tanış olaq. Hacının yoldaşı. Hazırın yoldaşı. Allah sizə ömür versin. Allah canınızı sağ eləsin. Validə bibi, bunları bir dənə zəhmət olmasa göstər də mənə. Nədir burada? Bu bağlamadır, balıq. Dəniz bura yaxındır deyənə, yəqin ki bura Həri. balığı ilə əməl. Dəniz balığı. İndi Neftçala Salyan zonasında necə ki balıq məşhurdur, balıqla yeməklər, burada da yəqin ki elədir. Həri, burada da hələ. Bu balıq buğlamasıdır. Bəli, bəli. Aha, buğlama qəşəngdir bu. Bu çiftədir. Həmiyə çiftədir. Həmiyə küftəsi. Həmiyə kiftəsi adla deyilir. Böyük həmiyən kiftəsi. Aha. Dolmadır. Dolma. Nəsə belə bir şey var idi. Siyəzənin dolması birinci yerə çıxıb hardasa. Bu da birinci yerdədir. Dolma. Qoyun ətindən qəşəng. Bizən niyə o dolmada fərqli nədir ki belə buranın dolması birinci? Quzu ətindən bişirən dolmalar qəşəng ləzzətli olur. Dadlı. Yox, hər yerdə quzu əti. Yəni onun həm də quzu ətindən eyni zamanda ağşanının yarpağından. Akşamda bu kəndin vətənidir, burada vətənidir, bu kənd vətənidir. Ağşanı. Akşamın yarpağıyla bu kəndin adı ilə çıxıb. Pişirirlər dolmanı. Ha, ona görə buranın dolması birinci yerdədir. Əlbəttə. Aha, bu dolma. Bu dolmamız. Onu yiyəcəm, dadlamaq azam. Aha. Burada Bu da aşırı balıqla. şor balığın üstündə yumurta var elə bir. Şor balıqda yumurta. O nətər olur o həbibi? O üstündə. Qəşəngdir, qəşəngdir. Bəs onun südlə aşla qəşəng dadlı olur. Hazır olma qaydasını deyir də. o qəşəng süddə bişmiş aş, şor balıq, şor balığın da üstünə yumurta. Çox sağ ol. Vallahi bunu birinci dəfədə yeyəcəm. Bu böyük həmiyyəyə aid bir yeməkdir Hə, bu. böyük kəmiyyədə çox bişirilir bu. Bəs yaxşı o balığın içindəki tikanlar necə olur? Qalmaz boğaz. Təmizləmişik. Qəşəng soğanla qovurmuşuq. Göyərti Hə, yumurta. balığın tikanı təmizləyir. Təmiz. Ətini ancaq Hə, ətin. soğanda qovurursunuz. Hə. Pişmişlər. Gözünüz qalmasın burada. Mən onu tək yeyəcəm. Bu kişmişdidir. Bir də var çorba bişirmişik. Bir dənə də mənim ən maraqlı yemək nədir? Uşaqlar deyəndən sonra 2 gündür mən onu araşdırıram özüm üçün ki, bu yemək nədir belə? Qatıq çörək dedilər, nə dedilər? Çörək qatığı. Mənə bildim ki, yəni qatığın Hələ içi- çolpa yox. Hələ çolpaya biz sulu bişirəndə çörək qatığı deyirlər hələ. Ətli çörək qatığı. Ancaq ətsiz də deyirlər. Mən də elə bilirəm, qatığın içinə çörək doğrayırıq, yeyirik. Bu da çörək qatıq. Mən deyirəm, buradan Siyəzənə get, qatıqla çörək yeməyə. Da nə oldu bu? O sonra araşdırdım. Bu kəndin yerli yeməklərindəndir çörək qatılır. Ha, yerli yeməklər. Yerli yeməklərin dədə babadan yeyilib bu kənddə.
Aha. Biz başkaları soğan su deyib, biz ona çörək qatığı demişik. Ha, soğan su da eşitmişəm. Eşitmişəm, soğan su da deyirlər. Onu o dədə-baba qaydasında soğanı qatıblar, unu qatıblar, qoğurublar. Sonra üstünə kartof da, bunlar yağla dadla, kənd yağı ilə eliblər. Çox Aha. dadlı olur. Ailələr Bayaq çox bunun adı əgər bu qatıqla nə əlaqəsi var? Başa düşürəm. Çörək- Burada qatıq yox. çörək qatılıb yeyirsə. Qatıq sözünə yedik, qatılıb yeyilib. Çörək doğranıb onun içinə yeyilib. Çörək qatılıb o xörək içinə. Qatıq söhbətindən getmir o. Çörək Mən niyə qatılıb- deyirsiniz qatıq? Asim hardadır bizim? İndi o elə alınıb da, danışıqda elə. Ancaq çörək qatılıb. Ona çörək qatılıb yeyilib. Ha, burada heç qatığın ümumiyyətlə bu söhbətə aidiyyəti yox. Aidiyyəti yox. Həmiyə kəndindəyik, çox dadlı yeməklər hazırlayıblar. Tanışlıq elədik, birazdan indi onların dadına baxacağam. Deməli o məşhur yemək orada dölmüş, o başqa yerdə də. Ha? Bu qat buradadır, ocaqda. ocaqda. Hə, bu kənd çolpası, Bəh, bəh, bəh. və həyat çolpası nehrə yağı ilə. Vay, 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 vay. Bizim vay. dağlıların dilində isə dağlı cığırtması. Dağlı çıxırtması. Qəşəng bir dənə ondan bir dənə indi. Aha, burada. Burada, Bu va, va, va. çörəklər də burada. Çörəklər də Çörək- burada pişib. Xərək çörəyidir, hamısı burada pişib. Əla. Hə, bir dənə Bunda bir dənə baxalım dadına bir onda. dənə onun Sulu çörək sulu. Deməli, məşhur, bayaqdan danışdığımız məşhur çörək qatığı. Halbuki biz onu qatıq, çörək kimi başa düşmüşük. Baxın, heç qatıqdan burada Burada sən əlavət Ha, yox. buna baxın. Bu da bizim qatıq çörək. Bu da o ocaqda Xərək bişmiş. çörəyidir, qəşəng özü də kənd unundan, dəyirmanda çəkilmiş, öz əkdiyimiz buğdadandır. Doğrudan. Dəyirmanda üyüdürük. Qara qatırıq Bu- bir yerdə. Ha, bunu özünüz üyüdürsüz, özünüz hazırlayırsınız. Özümüz hazırlayırıq. O çörək qatığı maraqlı yeməkdir. Pəyətdə bizim kətdə bir tədbir var idi. Elə belə çəkilişdən gəlmişlər. Uşaqlardan soruşurlar ki, ən məşhur yeməyimiz nədir? Mənim bir bacı oğlum vardı, qayıtdı dedi ki, çörək qatığı. Çörək Aparıcı qatığı. belə tutuldu qaldı ki, bu çörək qatığı nədir mənim? Vallahi mən də eyni şey. Mən də eyni Çörək şey. qatığı. Mən də buna deyirəm ki, çörək qatığı. Yox, Nədir? qatıq, çörəyi var, qatırıq buna. Aha. Bax yeyirik. Bu olur. Ha, bunu belə, Çörək qatığı. belə oturub beləsinə, belə şəraitdə yeyəcəm. Deməli, bunu belə qatırmışlar. Sonra belə Yeyirmişlər. belə yeyirmişlər. Nə daddır da ondan suyu. Nehrə yağı, Çolpası, nehrə öz unumuz, hamı təbii. xərəkdə pişmiş, odunla pişmiş. Bunun dadından doyma olar. Ocaqda pişmiş şeydir bunlar hamısı. İçində bunun Yumurta. görəm yumurta var. Bizlərdə o yumurta. Ha, bu yumurta mütləqdə vurulmalıdır. Yumurta tam pişəndən sonra vurulur yumurta. Ha. Nə vurulmalı? Neresi var vurulur ama Baxıram bax. Dağlar əsasən. Elə əsas o çörək qatığı yumurta vurduğuna görə elə deyir. Aa, bax görürəm içində bax yumurtalar da var orada. Pişəndən sonra Ən dadlı yeməkmiş elə bu. Hə? Az bilmirik elə. Hələ bir dənə də qəribə yeməyimiz var. Bu biraz yayda olur da. Adı tutmazdı. Hə? Bu sizə deyim ki, bu çörək qatığı çox dadlı yeməkmiş. Mən bunu ən zəif yemək kimi əvvəldən bilsəm də, yəni elə bilirəm ki, qatığın içinə çörək doğrayıb yeyəcək. Bu da yemək növü kimi o sıralamaya daxil olacaq. Amma çox xoşuma gəldi.
çox diqqətimi çəkən bir dənə yemək var. Onun dadına baxacağam. Birazdan indi onun dadına baxacağam. Bu balığın, şor balığın ki üstünə yumurta vurublar. Nəsə burada bir neçə yeməyin üstə yumurta vurublar. Ola bilsin ki, bu Böyük Həmiyə kəndində yumurtalı yeməkləri daha çox sevirlər. Amma o yeməyin dadına baxmamışdan qabaq mən diqqətimi bir şeylə çəkir. Bayağıdan. Bilirsiniz də verişdə mən əlimdə həmişə qopru gəzdirirəm. Mən özüm də çəkirəm. Loğman da çəkirəm, görürsünüz. Loğman da məni çəkir. Mən də öz görüşdüyüm adamları və yeməkləri çəkirəm. Birdən diqqət elədim ki, burada bir xanım da qıraqda məni çəkir. Onun da əlində var kamera. Dedim görüm bu xanım bizim komandadandır yoxsa bəlkə yadına çıxıb işə götürmüş bilmirəm. Tam bir tanış ola nətər oldu bu? Sizin komandadan deyiləm, amma sizin kollegadan sayılaram. Mənim də çünki həvəsim var belə çəkilişlərə. Nə gözəl. Çörəyimizi əlimizdən alanlar. Günü gündən çoxalır. Biz getdik heç nə. İkinci, Ləzzət Axtarışı komandası. Bəli. Gülanənin təqdimatında olacaq bundan sonra. Deyir, görsən, dili ilə də deyir, görsən. Gülanəm, bayaqdan elə fikir verirəm. Dedim, qoy birinci yeməyin dadına baxım, sonra soruşacağım. Sən də blogersən. Bəli, blogerəm. Atamla birlikdə ən çox məşhurdur bizim yemək bişirməyimiz. Atamla birlikdə bizim məşhur yeməklərimiz var. Ən çox da umac baxış sayı çox gəlmişdi. Hamının marağını bürünmüşdü. Nə qədər baxış olmuşdu umaca? 2 milyona yaxın baxış gəlmişdi umaca. Sonra bir də bizim bir yeməyimiz var. Sırdağ yeməyi. Mən o yeməyi özümdə xüsusi sevirəm. O yeməyi də çox bölgədə Sırdağ Neftçalada falan fərqli bişirilir. Bizdə sırdağ qatıqla bişirilir. Onlara da o qəribə gəlmişdi. Vallahi mən beynimdə bu dəqiqə, bir dənə gözlə, mən beynimdə bu dəqiqə error girir. Deməli, çörək qatıq bildiyimiz o yemək ki var, ora qatıq vurulmur. Amma sırdağa qatıq vurulur. Orada isə qatıq adı yoxdur. Biraz beynim qarışdı nəsə. Sizdə tam fərqli sırdağ. Bizdə tam fərqlidir. Mən özüm adi küftəni paylaşanda, onun da hardasa 1 milyona yaxın baxış gəlmişdi, elə YouTube'un özündə də. Orada da hamı deyir ki, küftənin rəngi belə qırmızı olmaz, əsl Bakı küftəsi başqa olur, amma bizdə Həmiyə küftəsi adla deyilir və tamamilə fərqli hazırlanır. Mənə gəlir ki, ən dadısa bizdədir. Yaxşı, belə ideya edirsən. İndi onu birazdan illərin qurmanı, indi baxacaq o küftəyə deyəcək. Amma bir də bir şey var, mən özüm cənub zonasındanam. Bizdə cənubda da bişirirlər də bu sırdağı. Orada başqa cür bişirilir. Badımcan olur. Badımcan sırdağı var, mənim ən çox sevdiyim, yəni balıq sırdağından daha çox sevirəm bu badımcan sırdağını. O pomidorlarla belə fal-fal düzürləri, sarımsaq vururlar özünə. Çox qiymətli. Həmin gün onu yeyib gərək çölə bayra çıxmayasan da, elə evdə uzanıb istirahət edəsən. Çünki sarımsağını biraz çox vururuq. Bir də balıq sırdağımız var. O da pomidorla, bol göyərti ilə olur, amma qatıqla olmur. Qatıqla olan sırdağ başqa cür olur. Onun da xüsusi dadı olur. İstəsəz indi hazırlaya bilərik, çünki çox asan hazırlanır o yemək. Nə məsləhət görürsünüz? Necə istəyirsiniz? Da bu asan da olursa... Asan da olur, hazırlamaq. Heç olmasa bu çörək qatığında yemədim bu qatığı. Onda yeyəcəksiniz. Heç olmasa onda yeyim də. Onun içində qatıq var da yeyim də. Əla olar. Eyran da düzəltmir. Canım ayıbı, Allah sizi var eləsin, Allah sizə can sağlığı versin. Deməli biz bugünkü Ləzzət Axtarışında bir bloger xanımımızla da tanış olduq. O bizi çəkir, biz də onu çəkirik. Bugün çəkilişlərimiz paralel gedir. Əla. Bayaqları anonsu vermişdik ya, bu bizim bloger xanımımızın təklifi ilə sağ olsun hazırladılar sırdağ. Bəli. Amma sən demə, onun içində badımcan da yoxdur. Mən hələ də elə bildim ki, badımcan var. Soğan, bildiyimiz, hə? Zəfəran əlavə edirik üzərinə. Zəfəran. Bəli. Bir də ki, ağsaqqalın dedikləri, bu ürəyin dərmanı olan...
Nanə. Nanə. Dərmandır da bu pəhriz xörəki. Daha ləzzətə qatıq. Daha heç bir şey yoxdur. Başqa heç nə yoxdur. Un da vurulur qatıq. Çox qəribədir. Bu onda sulu yemək sayılır da. Bəli, suludur. Qəşəng dadlı. Doğrudan da deyim, nə qədər sadə yemək olsa da, bugünə qədər uşaqlar getdiyimiz rayonlarda yəni belə bir sırdaq görməmişəm. İndi yediyimiz sırdaq nə balıq sırdağıdır, nə də badımcan sırdağıdır. Tam başqa bir sırdaqdır ya. Buna ancaq belə deyirəm də, yəni bu böyük həmiyə sırdağıdır. İndi yarpızı tökürük. Bəh, bu yarpızın nanən iyi də adamı bir tər eləyir. Yemişsiniz belə sırdaq. Ayrana işləyir, sırdaqdır. Sırdaq. Sevgilim seyrə çıxaq, burada gəlir baharım. Sevgilim seyrə çıxaq, burada gəlir baharım. Dil açıb qəlbimizin ən şirin arzularım. Dil açıb qəlbimizin ən şirin arzularım. Anadır arzulara hər zaman Qarabağ. Danışar dil dodağım tar kaman Qarabağ. Qarabağdan Qarabağa ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışar dil dodağım tar kaman Qarabağ. Qarabağdan Qarabağa ana yurdum. Qarabağdan Qarabağa ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şıx gözəlim. Sənlə bir tanış olaq. Adın nədir? Kazımov Mir Hidayət, Mir Sahiboğlu. Mir Hidayət. Bəli. Aha. Bu mahnını bildiyim qədər hansısa festivalda deyəsən oxumusan? Bəli, uşaqların bir gün müdafiəsi gününə həsr olunmuş müsahibədə birinci yeri layiq görülmüşəm. Bu mahnını oxumuşam orada. Ay maşallah olsun. Ha, birinci yeri hətta. Bəli. Diplomunu da bayaqlar göstərdi. Mən inanmadım. Dedim ki, diplomu göstərdi, inandım. Əvəzəmdir ki, mənim diplomun şəklini çək at. Gördüm. Uğurların bol olsun. Çox sağ olun. Təşəkkür edirəm. Qardaşlar da maşallah Pirçoskan əladır. Maşallah olsun. Ona bak diyen ki bu da bir dənə belənsəm bir şey elədi. Aynen sana canavarsan ha. Ak canavar səni. Uğurlarınız bol olsun. Çox sağ olun. Oba plus, o da plus, bu da plus. Bu da plus. Oba Plus'ta yeniliklər davam edir. 1-30 iyun tarixində sizi yaddaşınızdan sınayacağım. Oba Plus mobil tətbiqində yepyeni bir oyun. Oyna, qazan. Deməli nə edirik? Oba Plus mobil tətbiqini yükləyirik və tətbiq içində oyun mərkəzinə daxil oluruq. Və başlarını vururuq. Oyun çox maraqlıdır. Kartları eyniləşdir və bonus qazan. Nə qədər sürətli olsan, o qədər də çox bonus qazanacaqsan. Günlük maksimum 5 aylıq 50 manat qazana bilərsən. Daha nə istəyirsən? Qazandığınız bonusları rahatlıqla kassada xərcləyə bilərsiniz. Oba plus, o da plus, bu da plus. Bu da plus, o da plus. Alışveriş zamanı Oba Plus mobil tətbiqini oxutmağı unutmayın. Buyurun qardaş. Çox sağ olun. Ay qardaş, bazarlıq qaldı. Üzr istəyirəm, başım qarışıb oyuna. Sağ olun. Bu da plus, o da plus, o da plus. Müəllim, sütlü pilovla yumurtalı balığı gözləyirsən? Qardaşın onu çəmənlikdə yer hazırlayırlar, sağ olsunlar. Orada parçalayacağam. Amma ondan qabaq dedim bir dənə çay kanın vafilləri ilə bir dənə çay içim.
Ondan sonra keçirəm ora. Bəli. Yetişdi toy axşamı, durun yandırın şamı, bax həmin söhbətdir bax. Yetişdi artıq vaxtı. Bu şor balığın üstünə yumurta və südlü plov. Ağzım topu vurur. Danışa bilmirəm çünki. Müəllim məndən çox həyəcanlıdır. Əldən getdi, gəl bunu atlayım. Elə dedim. Deyəsən siz özünüz də çoxdan da yemirsiniz bu yeməyi. Aha, deməli bu süddaşdır. Süddaş. Südlə. O biri O da süddaşdır, o kişmişlə. o kişmişləndir. Bir işin içindəki şor balığı var. Orada bu olmalı da. Qəşəng. Ayranımız da yanımızda. Tal görək də, hadi. Yıxdın sürüdün ki bizi. Qəşəng. El adətindən qonaq. Elsən ki, Elə bu bulağdan. camış qatığından da görəsən. Bəli. Hiss olunur elə krem kimidir. Öz məhsullarımızdan hamısı. Kənd məhsulu. Vay. Nuş eləyə bilərsiniz. Hazırdan. Bəli, hazırdır. Kişmişlə süddaşımız və bir də bizim o dolmamız. Dolmamız. Deməli, məhşur dolma. Böyük həmiyə dolması iddia edirlər ki, bizim dolma çox dadlıdır, hətta birinci yerə çıxıb. Bizim uşaqlar araşdırma ediblər internetdə. Orada belə yazılıb ki, hansısa bir festival olub. Festivalda siyazan dolması birinci yerə çıxıb. O da müəllim deyir ki, nəyə görədir? Ağşanı. Yarpağı. Ağşanı yarpağına görədir. İndi bu ağşanıdır yeyəcəyimiz. Təmiz ağşanı. Təzə yarpaqdır. O qədər dediniz, mən öncə gözləyəmədim, bunu bura qoyasınız. Deyəm bunu. Bu ağşanın dadına baxın bir dənə. Doğrudan da birinci yerə layiq dolmadır ya. Bu dolmanın bir variantı da var, ha, qədimi variantı. O necə olur? Ona deyirlər sulu dolma. Quzu ətin altdan düzürsən ona, antrikotlar var belə. Bel ətini, antrikotu düzürsən onun altına. Onun suyunda pişirirsə o dolmanı, o başqa bir aləm olur. Olur o sulu dolma süper bir şey. Onun quzu ətin növbəti dəfə onu eləyərsiniz. İnşallah. Çox maraqlı. Bismillah. Bismillah edin. Bu da yetdi bizim üstü şor balıqlı aşımız. Süper bir şey. Böyle mən gördüm maşallah. Dədə baba adəti. Düzdür, adam ilk baxışda yeyəndə qorxur, deyirsən ki, tikan birdən nəsə yaddan çıxan olar. Balaca bir dənə tikan ilişər boğazına. Yoxdur, bu da lüp gedir. Lüp gedir? Daşdı buraya, lop, getdi. Gündən bir də eyran. Eyran oldu, lüp getdi. Əla, məcun. Lüp məcun. Allah bu bişirən bu xanımların canını sağ eləsin. Əllərinin duzları da maşallah. Maşallah babaq möhtəşəm. Həmişə xeyir işlərdə pişirsin. Amin inşallah. Bir şey deyim, elə bilməyin ha, Bakıya yaxın bu rayonlarımızın mətbəxi zəifdir. Heç də elə deyil ha. Bakıya yaxın rayonlarımızdan biridir Siyəzən. Mən də elə bilirdim ki, mətbəxi haqqında belə məlumatım yox idi. Amma doğrudan da buranın möhtəşəm mətbəxi var. Sağ olun. Kiftəsi, bu şor balıq yumurta ilə elə nə edirsən, dəyər südlü pilovun üstündə. Hələ sırdağın qoyublar bişməyə. Gedəcəm indi sırdağın da dadına baxacam. Sırdağını özünüz gördünüz də. Yəni orada soğandaq, bir neçə ədviyyatların qarışığı ilə və qatıq. Onu qoyublar bişməyə. Ocaqdadır. Bunun dalıca da yaxşı gedər o. Əla gedir, süper. Yəni bir sözlə deyim ki, Siyəzənin mətbəxi möhtəşəmdir.
Bugün də biz Böyük Həmiyə kəndindəyik. Ləzzət axtarışında. Qoy indi bir dənə də yumunun adına baxın. Çox dadlıdır. Yoxdur. Yox. Yox, yeyib qarıb yeyib. Hələn diyet alasan. Dadım bəyəndiniz, qəşəngdir. Bu möhtəşəmdir. Balığına olan. Balıq, şorbalıq, yumurta, sütlü aş. Yəni sütlü pilov. Üstündən də eyran. Bip. Getdi. Doğrudan da yeməklər əlaydı, çox xoşuma gəldi. Və yalan nə deyim? Xızı da bilirsiniz də bu. Ha, dağlı gedir də bura. Ha, buran cəmaət də dağlı gedir. Bəli, bura dağlı. Xızıdan da küftə yəni məşhurdur da. O küftə ilə bu küftənin fərqi nədədir? Onlar küftəyə əsasən sarkök vururlar, tomat vurmurlar. Amma bizim küftəmizin rəngi tomat olduğuna görə qırmızı olur. Ona görə çox böyük, ən böyük fərq ordadır. Hətta onlar baxana deyirlər ki, yox, əsl küftə belə olmur. Biz də baxana deyirik ki, əsl küftə elə olur. Dad məsələsi, Dad məsələsi. Vay. Onu ocaqda bişməyidir. Bizdə məsəl üçün toylarımızda ocaqda bişirir. Analarımız, bibilərimiz çox dadlı çıxır ona görə. Biz də eynəsin üçün elə bişirmişik ki, siz o dadına ala biləsiniz. Dadına baxacağam. Bəli. Nə var düzün deyəcəm. Çünki bu küftədən Bakıda yemişik, Xızıda yemişik. İndi də Böyük Həmiyədə yeyəcəyik. Deyəsəm dadda. Bilirəm ki, hamısının dadı superdir. Amma nə qədər fərqlənir bir-birlərindən onu deyəcəm. Birazdan deyəcəm. Sırdağdır ya. Bildiyimiz sırdağ. Böyük Həmiyə sırdağı ya. Bəli. Baxın, görürsüz qatı düşüb özdə. O duru düşəndə dadlı olmur. Belə qıraqları görürsüz. Duru olanda dadlı olmur. Yox, o da dadlı olmur. Bunun dadlının sirri elə beləncə qatı düşməyidir. Görürsüz, qıraqlarında da qatığın yağı durub, çox qəşəng görsünür. Bu sənin. Aha, az. Bu sənin. Ha, deməli bu adı oldu sırdağ. Dəhşət baxışıb bu. İndi bilmirəm siz belə sırdağ kim yeyibsə, xahiş edirəm bizə yazın ki, bax bizdə də belə sırdağ var. Mən həyatımda ilk dəfədir ki, sulu sırdağ yeyəcəm. Qatıqdan. Qatıqla özə. Qatıqla. Yedisiniz, siz bilirsiniz də dadını. İlk dəfə nübar edirəm. Bir dənə də deyək, içində bunun nə idi? Qatıq, soğan. Ya, soğan eləyirsən? Düyü. Ha, düyü də var ha. Hə, doğğa kimi də. Fikirləriniz. Heç bir yeməyin dadını oxşada bilmirəm. Dadını tuta bilmirəm. Heç tuta bilmirəm nəsə bunun dadını. Bu çox qəribə bir yeməkdir. Soğanla hazırlanır. Sadə, yəni sadə hazırlanır, amma ki dadı çox fərqlidir. Belə maraqlı dadı var. Məzə açan deyə bu soğuqlama olanda adama bunun üstünə stoğda tökürsən. Yiyirsən, adam da tərədir bu. Doğrudan. Buna deyirlər o... Buna həm də tərrədən yemək demək olar ha. Soğuq dəymin olanda iştahın olmur. Bir dənə bundan yiyirsən, olur super. Baba mənim neçə yaşınız var? 84. Oy maşallah. O sırdağ saxlayıb ha sizi belənsən ha. O qəşəng sırdağdan o qatıq sırdağ. Qatıq sırdağdan. Bu çox dadlı idi. Bizim kəndimizin əvvəli olub qum yerimiz var, dədə-baba qumlarımız var. Aha. Əvvəl olub orada. Vaxtı işən çox küləklər olduğuna görə o yeri külək tutub, baxıb görüblər ki, bax bu kəndin yeri biraz hündürdür. Oradan köçüb gəliblər. Çünki külək o qədər onlara imkan vermir ki, orada məskunlaşdırsınlar. Sonradan gəliblər bura,
Ay, Ona görə o vaxtdan bu vaxtacan bu kəndin tarixi 200 ildən çoxdur. Bizim ulu babamız qurban olub. Qurbanın 12 oğlu olub. Bu kəndin yarısı bizim törəməmizdir. Kəndə 7 dənə köç gəlib. 7 köçün də biri də bizim babamız olub. Qurban gəlib burada məskunlaşıblar. Bu kənd əmoğlu dedi, bu kəndin yeri 3 dəfə dəyişib. Bayaqları hansı bir dənə söz dedi. Dedi ki, Böyük Həmiyə kəndi, hətta mən onu bilmirdim, sizdən eşitdim. Bəli, Böyük Həmiyə, İranda da var. Böyük Həmiyə kəndi İranda da var, Təbrizdən 100 kilometr aralı məsafədə. Həmçinin Şamaxıda da Böyük Həmiyə kəndi var. Hətta o Böyük Həmiyə kəndi ilə bizim kəndin keçmiş əlaqələr olub, gedgəllər olub. Sponsorumuz Ləzzət Biskvit və Şokolad Fabrikinin məhsulu olan dadlı, ləzzətli çayka şirniyyatlarıdır. Bu çayka şirniyyatlarının o qədər növ var ki, saymaqla bitməz. Düzdür uşaqlar? Bəli! Çaykanın hansı vafilləri var? Sütlü, Soram, fındıqlı, soram. qaymaqlı. Bunlar məndən yaxşı bilmişlər ki, gəlin sizin üçün elə qaymaqlı bir dənə vafil asım. Nə deyirsiniz? Asım? Getdi. DJ'ye bak. DJ Khaled. Bozbaş kalın, bozbaş. Kızartmışsan yine yanlarını, kuşlar verir bana sularını. Kızartmışsan yine yanlarını, kuşlar verir bana sularını. Gedey gezey biz kızı dağlarını, içey onun serin bulaklarını. Gedey gezey biz kızı dağlarını, orada içey serin bulaklarını. Hoş haberin aycan gel beri, simuzerim aycan gel beri, gel güzelim aycan gel. Siyasəndə Böyük Həmiyə kəndində Böyük Həmiyənin bozbaşı. Yəni kiftə bozbaş. Bəli. Kiftə bozbaşını yeyəcəyik. Məşhur kiftə bozbaş Həmiyədə. Aha. Bunun üstündə o nədir belə? Zəfəran. Aha. Noxudlar da orada əvvəlcədən. Qəşəng. Kasalar da böyük olur. Şimdi de Ay dedəm. Anam! Əmi, bu mənim üçün əzəblərsiz. onun canını da alır. Hala bak, hala bak. Hadi mermi için. Bütün üstüm, başım, bütün... Üstümü başımı soğan elədim mən, pis günə qoydum mən. O, bununla soğan sındırmaq idi, bununla soğan əzmək idi. Ver bir də mən onun səhəsini qəşəng parçalayım, gör necə olur. Soğan parçalama. İstəmirəm, sağ ol, istəmirəm qardaş. İstəmirəm, hə? Bir ara yaxşı olmadı, ver tezdən parçalayım. Sağ ol, istəmirəm qardaş. Mən fikirləşirdim ki, mən bu soğanı yeyəndə, gedəndə ağzımdan soğan qoxusu gəlir. İndi bütün üstü başımdan soğan qoxusu gəlir. Hər yeri soğan elədin qardaşsan sən. İstəmirəm, pisaq var, burada pisaqla kəsəcəm. Geçsin, lazımdır bunu yumruqla, mumruqla zaten əzmək. Nuş olsun, sizə də nuş olsun. Sizə də nuş olsun. Qəşəng yeyək, baxaq, görək bunun dadına. Bu Böyük Həmiyə kiftəsi, kiftə bozbaş. Amma Turşu da var ha bunun içinde. birdən deyərəm indi başlarsın mənə dalaşmağa. Elə bir ki, amma Xızıdakı kiftə biraz böyükdür.
Et yağlı oldu, ona görə balaca. Ola bilər. Təbii ki, indi əsas daddır. Dada bir dənə baxın. Düzdür, oradakı da küftə çox dadlı idi, xızı küftəsi. Amma elə bir nəsə yadımda qalmış, o küftə biraz yekə idi. Aha. Əsas dadı. Baxın, bunun dadıdırsa, qardaş, qurman oturub burada dadıdırsa, bunun yiyəcüyü, bunun dadın biləcüyü də. Ah, bir dənə onun dadına baxaq. Böyük həmiyə küftəsi. Daha şunda müştəri o tərifli deyirlər. Yan var. Bir danışın tərifliyin də. Mən açığı deyəcəm də, belə deyim də, doğrusunda. Azərbaycanda biz harada olmuşuq, hansı kənddə olmuşuq, heç vaxt dadsız yemək görməmişik. Bizim mətbəximiz çox zəngindir. Doğrudan yeməklərimiz də dadlıdır. Amma sıralamaya qalsa, bugün mənim üçün ən dadlı və qeyri-adi dadı olan yemək hələ ki şorbalığın üstünə yumurta vurmuşları, südlü pilovun üstündə yedik onu. Çox möhtəşəm dadı vardı. Bir də ki, çox sadə olsa da sırdaq yediyi biz. Çox gözəl dadı vardı. İnanın, əgər o resept sizin yadınızda qaldısa, o yeməyi hazırlayın, bir dənə dadına baxın. Çox gözəl dadı var idi. Qaldı ki, bozbaşa. Bozbaş da qəşəng idi, amma dediyim kimi, o hələ ki, mənim üçün lider odur. Ya, sırdağı yiyən ölməz. Sırdağı yiyən ölməz. Yəqin ki, mən daha buradan sağ-salamat Bakıya edəcəm də. İnşallah. Soğanı üstümə səpməyə az da öyrələdir. Bütün soğanı verirəm, mən danışırlar. Sırdağı yiyən ölməz. Daha az qalmışdı öyləydə. Soğan Allah bizim dəysəydik, başımıza, dadımıza bitər olacaqdıq. Bu da bizim balıq buğulaması. Amma deyim ki, Səlyanda, Nefsalada da var ha, balıq buğulaması edirlər. Nə balığıdır bu? Kütüm. Aha, biz də ziyad deyirik buna. Kütüm də deyən var da. Bu belə yay yeməyidir. Artıq onun vaxtıdır da, yəni yaydır da, artıq yaydır. Hələ tam vaxtında gəlmişik bu yeməyi yeməyə. Hə, tərəvəzlərlə. Bu suyu da çox dadlı olur. Çox gözəl. Ümumiyyətlə mənim menyuma bu daxil olan yeməklərdən birincisidir. Mən həftədə 2 dəfə 3 dəfə gedirəm balıq yeməyə. Alçalı, limonlu, turş alçadır. Təzə alça, hamısından var içində. Validə bibi, Allah sizə ömür versin, Allah sizin canınızı sağ eləsin. Həmişə qapımız açıqdır. Var olasınız. Siyəzəndə, böyük Həmiyə kəndində dadlı, ləzzətli yeməklər yedik. Özü də mən inanmazdım ki, buranın bu qədər geniş mətbəxi var. Çox sağ olun. Allah Hacıya da can sağlığı versin. Həyatınıza həmişə belə gözəl günlərə yığışaq. Bizim ləzzət axtarışında layihəmizin baş sponsoru Lake City yaşayış kompleksidir və qənaətin məkanı olan bir dənə yer var, o da Ova Marketdir. Ova Marketdən hədiyyələrimiz və çayı həmişə biz içəndə elə bilir ki, çay bizə belə ürəyimiz istədiyimiz kimi nuş olmur da. Çünki
çayı qaynayın içmək lazımdır. Çayka şirniyyatları, dadlı, ləzzətli çayka şirniyyatları. Bir daha çox sağ olun, var olun. İndi də deyirəm bir dənə qəşəng rəqs havası. Dağmışam çəmənim düzüm, siyəzənim şirin sözüm. İgidlərin oylağısan, oğuzların yaylağısan. İgidlərin oylağısan, oğuzların yaylağısan. Canım gözüm şirin sözüm, siyəzənim, siyəzənim. Canım... Baş sponsor Lake City yaşayış kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka şirniyyat məhsulları.